Salam əziz tələbələr, bu gün sizlərə proqram təminatından bu ilə qədər düşmüş bütün qəbul suallarını izah edəcəm. Hamısı bu PDF-in içindədir. 39 dənə sualdır. Başlayaq birinci sualdan. Birinci sualda bizə deyir, aşağıdakılardan hansı ardıcıllıq əməliyyat sistemlərini əks etdirir? İlk varianta baxsaq, Word əməliyyat sistemi deyil, mətin prosesorudur. İkinci variantda Excel cədvəl prosesorudur. C variantında WinZip arxivatordur. D variantında Word yenə mətin prosesorudur. Cavabımız Y variantı Unix, MS-DOS, OCG, Windows. Veriləndən sıxılmasını hansı proqramlar yerinə yetirir? Təbii ki, arxivatorlar. Arxivatorlar da bilirik ki, tətbiqi proqram təminatına deyil, sistem proqram təminatına aiddir. Aşağıdakı göstərilən proqramlar hansı Microsoft Office paketinə aiddir? Microsoft Office paketinə aiddir Excel'dir, Word'dir, Access'dir, PowerPoint'dir, Outlook'dur və s. Paint aid deyil. Tətbiqi proqram təminatına daxildir. Tətbiqi proqram təminatına web redaktorları aiddir. Stolüstü nəşriyyat sistemləri, fail menecerləri deyil, antivirus proqramları, sistem proqram təminatına da veriləndən sıxılması vasitələri, yəni arxivatorlar, o da sistem proqram təminatına aiddir. C variantı yəni. Aşağıdakı proqramlardan hansı Microsoft Office-ə daxil deyil? Deməli, Excel, Word, PowerPoint, Access, WinUp aid deyil. Hansı proqram mətnlərin tərcüməsi üçün nəzərdə tutulub? Baxaq bir-bir var. Paint qrafika üçün lazım olan bir proqramdır. Excel cədvəl prosesor, WordPad mətin prosesorudur. PowerPoint slaydlar nümayiş etdirmək üçün lazım olan proqramdır. Yəni bu da deyil. Cavabımız olacaq Y variantı. Virus proqramlarının tipləri hansıdır? Virus proqramlarının tipləri fayl, yükləmə, şəbəkə və yaxud fayl yükləmə olsaydı hər ikisi bir yerdə, yəni fayl yükləmə, onu da götürərdik. 1, 3, 5. Bunlardan hansı əməliyyat sistemi deyil? Windows XP əməliyyat sistemidir, MS-DOS əməliyyat sistemidir, Unix əməliyyat sistemidir, Linux əməliyyat sistemidir, OS isə açıq sistemlərdir. Bu şəbəkəyə aid bir mövzudur. Sistem proqram təminatının əsas funksiyası nədir? Sistem proqram təminatının əsas funksiyası kompüterin işini və informasiyanın emalı prosesini idarə etməkdir. Yəni A variantı. Arxivləşdirilmiş failin informasiya tutumu 1 kilobayt. Fail 50% sıxılmışdır. Deməli, fail arxivləşdirildikdə 50% sıxılır. Yəni, 50% sıxıldığı vaxtı 1 kilobayt olubdur. Arxivdən çıxartdıqdan sonra fail hansı informasiya tutumuna malik olur? Arxivdən çıxartdıqdan sonra onun sıxılmamış halı çıxacaq. Yəni, 1 əgər 50%dirsə, 100%li faili tapmaq üçün x yazaq. X buradan bərabər olur 2-yə. Variant. Driver proqram təminatının hansı növünə aid edilir? Xeyr, sistem proqram təminatı. Bəli, sistem proqram təminatı 2 yerə bölünür. Baza və servis proqram təminatı. Yalnız əməliyyat sistemlərindən ibarət olan sıranı göstərin. Əməliyyat sistemlərindən olan sıra. Baxın, burada Excel-i çıxarıq, Access-i çıxarıq, Excel-i yenə çıxarıq, WinUp-ı da çıxarıq. Başqa nə qaldı? A variantı. Veriləndən sıxılmasını hansı proqram yerinə tutur? Bu təkrar sualıdır. Arxivatorlar. Kompüteri virusdan mühafizə üçün aşağıdakı hansı üsul yararlıdır? Viruslardan mühafizə. Müxtəlif oyuna və digər proqramlar quraşdırmamaq. Yox. Bu düzdür. Virus düşməməsinin qarşısını ala bilər, amma yəni bizə tam cavab deyil. İnternetten istifadə etməmiş. Xeyr. Antivirus proqramından istifadə etmək. Bəli. Tətbiqi proqram təminatına aiddir. Bəli, bir avtomatlaşdırma layihə sisteminə, ya AutoCAD, ArchiCAD, OrCAD bu kimi proqramlar, CAD-lar. Expert sistemlər, bəli. Magnet, xeyr, bunlar servis proqram təminatına aiddir. 1 və 2, B variantı. Keçək digər suala. Sistem proqram təminatının əsas hissəsi necə adlanır? Əməliyyat sistemləridir. Sistem proqram təminatının əsas hissəsi əməliyyat sistemləri. Sərt diskin işini optimallaşdırma. Diskin işini optimallaşdırma, disk defragmentləşdirilməsi deməkdir. Bunu yadımızda saxlayaq, optimallaşdırma. İstifadəçinin konkret işlərinin həyata keçirilməsini təmin edən proqramlar necə adlanır? Təbii ki, tətbiqi proqramlar. İstifadəçiyə birbaşa qulluq edən proqramlar, yəni tətbiqi proqramlardan hansı veb səhifələrə baxış üçündür? Google Chrome, bəli, baxış üçündür. Opera, baxış üçündür. Baxın, burada məndə də Opera var. Navigator, bəli, bu da baxış üçündür. Internet Explorer, bəli, bu da baxış üçündür. Outlook isə mail üçündür. Arxivləşdirmə proqramının funksiyası nədir? Arxivləşdirmə proqramının funksiyası faylların tutumunu azaldır,
sıxır, arxivləşdirir. Xidmət servisi proqramın funksiyalarına aiddir. Proqram mətninə maşın kodunu, xeyr, translyatordur bu. Əməliyyat sisteminin imkanlarını genişləndirmək, bəli. Veriləndən arxivləşdirmə sistemin bərpası, diskin defraqmentasiya hansı qrup proqramına aiddir? Təbii ki, servis proqramlarına. Word 2010 hansı proqramına aiddir? Tətbiqi. Çünki istifadəçiyə xidmət göstərir. Proqramın ilkin mətni maşın koduna çevirən xüsusi proqram necə adlanır? İlkin mətni maşın koduna translyatorla çevirir. Aşağıdaşlardan hansı əməliyyat sistemi deyil? OSI, bayaq demişdik bu sualı. Digərləri isə əməliyyat sistemidir. Apple-ın MS-DOS, Unix, Linux. Aşağıdaşlardan hansı əməliyyat sistemidir? Excel əməliyyat sistemi deyil. Word əməliyyat sistemi deyil. Linux əməliyyat sistemidir. Pascal hansı proqram təminatıdır? Pascal bilirik ki, proqramlaşdırma dilidir. Ona görə də instrumental proqram təminatıdır. Ümumiyyətlə, instrumental proqram təminatı nələr aiddir? Proqramlar və proqramlaşdırma vasitələri. Excel hansı qrup proqram təminatına aiddir? Excel bizə xidmət göstərir. Yəni, istifadəçiyə xidmət göstərir deyə tətbiqi proqram təminatıdır. Tətbiqi proqram təminatda istifadəçiyə xidmət göstərir. Tətbiqi proqram təminatına daxildir. Əməliyyat ölçüləri xeyr. Bu, yəni sistem proqram təminatının baza proqram təminatına aiddir. Riskanın optimallaşdırması proqramı xeyr. Web browserlər və inteqrallaşdırma paketdir. 3-4, yəni B variantı. Keçdik. Digər sualımız olan nə sualıdır? Baxaq, aşağıdakının hansılar sistem proqram təminatına aiddir? Gəlin aşağıdan baxaq. Əməliyyat ölçüləri xeyr. Yox, bəli, daha doğrusu sistem proqram təminatına deyil. Digərləri isə cədvəl redaktorları, tətbiqi proqram təminatı. Burada bir şey verilib, tətbiqi proqram təminatı avtomatik yəni cavab verilib. Ona görə bu pis oldu. Yəni, riyazi statistika proqramları yazsaydı daha yaxşı olardı. Çünki tətbiqi proqram təminatı olduğu bilinir. Yəni, bu avtomatik çıxar. Ekspert sistemləri, bu da tətbiqi proqram təminatı, proqramlaşdırma sistemləri, o da tətbiqi proqramdır. Yəni, cavab B variantı. Verilənlər bazasını idarə etmə sistemi deyil. Access sistemidir, Oracle sistemidir, DB5, FoxPro, Pascal proqramlaşdırma dilidir, bayaq demişdik. Kompüterə quraşdırılmış bütün proqramlar toplusu. Bütün proqramlar toplusu dedikdə avtomatik proqram təminatı. Aşağıdakı proqramlardan hansılar sistem proqram təminatına aid deyil? Sistem proqram təminatına aid deyil. 1. Access. 2. Aiddir. 3. Aid deyil. Lotus 4. Aid deyil. MacOS əməliyyat sistemidir, sistem proqram təminatına aiddir. Linux əməliyyat sistemidir, sistem proqramına aiddir. Driverlər yenə sistem proqram təminatına Adobe Reader. PDF-lərə baxmaq üçün istifadə olunur. Aşağıdakı proqramlardan hansılar sistem proqram təminatına aiddir? Sistem proqram təminatı. Office dedik, tətbiqi proqram təminatı çıxırıq. Utilitlər, bəli. Xeyr. Lotus, xeyr. 5, bəli. Unix əməliyyat sistemidir, bəli. Driverlər də sistem proqram təminatında, bəli. 2, 5, 6, 7. Sistem proqram təminatına aiddir. Əməliyyat sistemləri, bəli. Utilitlər, bəli. 1, 2. Virus proqramlarının tipləri hansıdır? Bayaq bu sual var idi. Tipləri hansıdır? Dedik ki, yükləmədir, fayldır, şəbəkədir. Antivirus proqramı. Antivirus proqramlar direktorlar olur, həkimlər olur və filtr olur. 1, 2, 4. Mətn redaktorları. Tətbiqi proqramlar seçin. Mətn redaktor, bəli, tətbiqi proqramlardır. Antivirus, xeyr. Servis proqramı təminatına aid. Arxivator, xeyr. Qrafik redaktorlar, bəli. Elektron cədvəllər, bəli. Əməliyyat sistemləri, xeyr. Baza proqram təminatına aid, yəni sistem proqram təminatının baza hissəsinə. Translyatorlar instrumentala aiddir, xeyr. Tərcümə proqramlar, bəli. 1, 4, 5, 8. Sistem proqramlarını seçin. Sistem proqramları deyəndə əməliyyat sistemlərini götürməliyik və yaxud driver, əməliyyat örtüşləri və yaxud disk üzərində əməliyyatlar, arxivatorları götürməliyik ya da antivirusları. Onlar da olmadığı üçün 1, 2, deməli OS2 və Linux. 1, 2, 7, 8. Bu qədər izlədiyiniz üçün təşəkkür edirəm.